Mən buradan Xəqani qardaşımızı salamlayıram. Allah Xəqani qardaşımıza kömək olsun. Xəqani qardaşımız həmişə bizi kimi ehtiyacı olanların yanında olubdu. Mənim özüm 44 günlük vətən müharibəsində Füzuli, Cəbrayıl, Qubadlıda düşmənin atdığı top mərmisi nəticəsində yaralanmışam. Mənim özüm 4 dəfə top mərmisi valnasına düşmüşəm. Qulağım 60-70% eşitmir və qəlpə keçib çiynimdən buradan, arxadan çıxıbdı. Qəlpənin biri qalıb oynaq nahiyəmdə, sümüyümü qırıbdı. Orada sinir damarında qalıb. 4 dəfə operasiya olunmuşam Papalində. Həkimlər dedi ki, bu qəlpə çıxası deyil, sinir damarındadır. Çıxsa, beldən aşağı ayağım müflis olacaq, işləməyəcək. Mənim özüm ağır işlə işləyə bilmirəm. İş qabiliyyətimi itirmişəm, qəsdlə yeriyirəm. Mənim özüm ailə qurmuşam. Körpə uşağım olubdu. Sığınacaqda qalıram Şəmkir rayonunda. Uşağımın yeməyini ala bilmirəm, pampersini ala bilmirəm. Mən buradan üzümü tuturam Şəmkir əhlinə. Xahiş edirəm ki, mənə kömək eləyəsiniz. Mənim özüm televizorlarda və hər yerdə görürəm ki, Şəmkirlilər hamıya köməkdarlıq edir. Mənim özüm də Şəmkirli balasıyam. Şəmkirlilərdən xahiş edirəm ki, mənə də köməkdarlıq eləsin. Azərbaycanın mərd qardaşlarından xahiş edirəm ki, mənim də övladım var, mənə də köməkdarlıq eləsinlər.